bu qarşılaşmada. Hakim inspektor funksiyasını Kərim Ağayev yerinə yetirir. Mərkəzdə hücumların qurulmasında çox vacib paya malikdir. Rəşad Sadiqov Əfrana doğru ötürmə. Əfran bir qədər top ayağına ilişdi, ancaq irəliləməyə çalışır. Gözəl ötürmə. Rauf Əliyev zərbəsi. Bu epizoda diqqət etməyə dəyər. Mahir Şükirovun ötürməsi və son anda oyunu izləmək üçün Taqabələdən bura doğru gəlib. Boyan Pavloviç. Kamananla mübarizədə hakim hər şeyin qaydalar çərçivəsində olduğunu bildirdi. Vaqif Cavadov irəliləməyə çalışır. Vaqif Cavadov bir futbolçu keçdi, ötürməsi, ancaq son anda müdafiəçi. 7 futbolçusu var cərimə meydançasında. Görək indi. Vaqif Cavadovun ötürməsi. Qapıya da zərbə vurmaq olardı, ancaq qapı boş idi. Gözəl ötürmə Əfran İsmailova irəliləməyə çalışır Əfran İsmailov. Təkbətək çıxacaqdı. Əfran İsmailov gözəl ötürmə Vaqif Cavadov. Zərbə və dirək! Dirək! İlk real gol epizodu qarşılaşmada. 54-cü dəqiqə Vaqif Cavadov hesabı aça bilərdi. Çox gözəl zərbə vurmuşdu. Əfranın gözəl ötürməsi və Vaqif Cavadovun eyni standart vəziyyəti. Topu qapı qarşısına ötürür. Qapıya doğru zərbə və Doroşevs. Bu dəqiqələrə qədər Qəbələ futbolçuları standart vəziyyətlərdən istifadə edə bilməyiblər. Lubo Baranin topa toxundu və top meydandan çıxır. Hakim də Bəxtiyar Soltanov, Rəşad Sadiqov, Bəxtiyar Soltanov. Bəxtiyar Soltanov cərimə meydançasına daxil olmağa çalışır. Bir qədər yubandı. Rəşad Sadiqovun zərbəsi top qapının üstündən keçir.